Ana ölümü şəhərdə artıb, kəndlərdə isə azalıb. 2025-ci ildə Azərbaycanda 26 ana ölümü baş verib. Bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub. Statistikaya görə 2024-cü ilə nisbətən 2025-ci ildə hər 100 min nəfərə diri doğulan hesabı ilə ana ölümü şəhər yerlərində 12,2-dən 22,1-ədək artıb, kənd yerlərində isə bu göstərici 43,4-dən 31,7-ədək azalıb. Hesabatda həmçinin körpü ölümləri ilə bağlı da məlumat var. Məlumata görə 2024-cü ilə nisbətən 2025-ci ildə hər 1000 nəfər diri doğulana hesabı ilə körpü ölümü qızlarda 12,8-dən 13-ədək artıb, oğlanlarda 14,8-dən 14,3-ədək azalıb. Bütövlükdə oğlan uşaqlarının ölümü qız uşaqlarına nisbətən daha yüksəkdir. 2025-ci ildə 1 yaşadək ölən uşaqların sayı 1312 olub. Onlardan 728-i oğlan, 584-ü isə qız olub.